Salam əziz 9-cu siniflər. Deməli, bu video izahımda, keçən video izahımda 16.04.2022-də düşən buraxılış suallarının izahını vermişdim. Bu video izahımda da 17.04.2022-ci ildə düşən sualların izahını verəcəm. Başlayaq sualların izahını vaxt itirmədən. Birinci sualda Mucaq AOD-ni soruşur. AOD-ni. Məsələn, bura 90 dərəcədir, 90 + 140 dərəcə. İkinci sualda bucaq B böl bucaq A 2/3, yəni bura 2K, bura 3K. BM-də 160 dərəcə, qövs 160 dərəcə. MNC-ni soruşur. İlk növbədə biz bura 2K-dırsa, daxili bucaq söykəndiyi bu MC qövsünün yarısına bərabər. Deməli, MC qövsü 4K olur. Və əlavə olaraq çevrədə belə bir xassası var ki, məsələn, tutalım ki, çevrədə 2 kəsən, məsələn, bura alfa, bura beta, bura x-dırsa, x bərabərdir alfa çıx beta böl 2-yə. Bu xəssəni bilirdik. Onda buradan 3x, 3k bərabərdir 160 çıx 4k böl 2. 6k bərabərdir 160 çıx 4k. 10k bərabərdir 160-a, k bərabərdir 16. Bizdən MNC-ni soruşur. Buranı, bura 4K idi. Buranı soruşur. 4K olduğu üçün K'nı da 16 tapdığımıza görə biz yaza bilərik ki 4 vur 16 cavab 64 dərəcə. Olur 64 dərəcə. Tam səthin sahəsi 24 cm kubun həcmini tapın. Söhbət kubdan gedirsə, ümumiyyətlə kubun şəkli çəkim göstərim sizə. Deməli, ümumiyyətlə kubun tam səthi nədir? Məsələn, bura A, onda bir tərəfi burada A-dırsa, bir tərəfi nədir? A kvadrat. Neçə tərəfi var? Saysaq, məsələn, 100-ü, 200-ü, 3, 4, 5, 600-ü var. Onda tam səthi S tam 6A kvadrat olur. Tam səthin sahəsi 24 isə 24 bərabərdir 6A kvadrat. A kvadrat bərabərdir 4-ə. Onda A nə olur? 2. Kubun həcmini tapın. B bərabərdir A kubu. Yəni 2-nin kubu 8. Cavab olur 8. Sonra bir diaqonalı o birindən 2 dəfə böyük olan rombun sahəsi. Deməli, bir diaqonalı o birindən 2 dəfə böyük olan rombun sahəsi. Məsələn, bir dənə romb çəksək. Bir diaqonalı o birindən 2 dəfə böyükdürsə, biri tutalım ki, diaqonalın biri x-dırsa, digər diaqonalı 2x olur. Və rombun sahəsi üstü S bərabərdir 2-də 1, D1 vur D2. Bu ümumiyyətlə bütün dördbucaqlara aiddir. Amma rombda da diaqonallar 90 dərəcə əmələ gətirdiyi üçün bu sahə düsturu ödəyir. Yəni sinus 90 dərəcədən onsuz nəyə bərabərdir? 1-ə bərabərdir. Onda S 64 bərabərdir 2-də 1 vur x vur 2x. Bunlar gedər. X kvadrat 64. X də bərabərdir 8. Rombun kiçik diaqonalı tap 8. Keçək digər suala. 5-ci sualda nədir? Tənliklər sisteminə y tapın. Mən burada x kvadrat üstə gəlsin 2xy üstə gəlinsin. Bu 2y-in yerinə yazacağım belə. Deməli, yazacağım 3y-in yerinə. Y kvadrat üstə gəl 2y kvadrat bərabərdir 17. Bu bizə nə verir?
X üstəgəl y-in kvadratı. Üstəgəl 2y kvadrat bərabərdir 17. X üstəgəl y nədir? 3. 3-ün kvadratı 9. Üstəgəl 2y kvadrat bərabərdir 17. 2y kvadrat bərabərdir 8. Y kvadrat bərabərdir 4. Onda y plus minus 2 olur. Tənzillər sistemindən y-i tapın deyir. Y-in müsbət qiymətini deyək də. Çünki plus minus 2 olur orada. Plus minus 2 yazmaq olar. Ya da y natural deyə bilərdi. İndi 6-da. İhtimal ki, burada sualın köçürülməsində sərf olub. Aha. Keçək 6-cı suala. AB 10A üstəgəlsin B üstəgəlsin 10B üstəgəlsin A bərabər 88 A çıxıb B. Deməli 11A 11B bərabər 88 A çıxıb B. Bunlar getsə qalar A üstəgəl B bərabərdir 8A çıx 8B. Keçirsən bu tərəfə 9B bərabərdir 7A. Onda B-yə elə 7, A-ya da 9 kimi baxa bilərəm. Vəssalam, yerinə qoysam cavab olar 97. 7-də cəmin 48 olan 3 ədəddən birincisi bu cəmin 12-də 7 hissəsinə. Cəmin 48-dən 3 ədəddən birincisi bu cəmin 12-də 7 hissəsinə. Yəni, deyirəm ki, x üstəgəl, y üstəgəlsin z 48. Birincisi bu cəmin, yəni 48-in 12-də 7-sinə. Bunlar getsə 4, 4 kere 7, 28, x 28 olur. İkincisi ise altta bir hissəsini təşkil edir. Yəni y bərabərdir. Yine 48'in altta biri getsə 8 olar. Üçüncü ədədi tapın deyir. Deməli 28 üstəgəl 8 üstəgəl z bərabər 48. Z bərabər 28'den 8 gələndə 36. 48'den 36 çıxanda 12. Cavabı 3-cü ədəd 12. Tərkimdə 15% mis olan 600 kilogram filizdən 72 kilogram mis alınmışdır. Deməli 600 kilogram filizdən neçə faiz mis itki gedib? 600 kilogram filizdir, 100%'dir. 15%'i misdirsə, 15% mis olan 600 kilogram. Deməli x. Buradan x'i tapaq. X'i tapsaq 100, 600 vur 15'e. Buradan getdi 6 qaldı 90. 90 kilogram alınmalıydı ama alındı 72 kilogram. 90'dan 72'ni çıxaram 18 kilogram. İtkiyə gedib 18 kilogram. X'i tapın deyir bizdə. Yenə də burada mən xassədən istifadə edə bilərəm. Çevrənin xassəsindən. Başqa nə etmək olar? Aha. Oxşarlıqdan istifadə edək. Bax məsələn, bir dənə fikirləş. Bu qövsə söykənən. Deyirəm bunu kütləşdirin biraz. Hem daha rahat görün. Biraz da daraldaq. Bax. Bu qövsə söykənən bucaq hansıdır? Biri alfadır, biri beta. İkisi de eyni qövsə söykənibdir, alfa bərabərdir beta'ya. Onda deməli, burada olur elə alfanın özü. Düzdürmü? Düzdür. Eyni zamanda bu qövsə söykənən qövs betadırsa, eyni qövsə söykənib burada beta olur. Vəssalam. Buradan oxşar üçbucaqlar əmələ gəlir. Elə bura fidirsə, burada fi bucağı olur. Oxşarlığa görə, hərəkət oxşarlıq mövzusuna ayrılan sualdır. Deməli, üçbucaq A, tutalım ki, BD oxşardır. Üçbucaq. Fərqi yoxdur, istənilən bucağı. Məsələn, ABD oxşardır. ACD-yə, belə deyək. CD. Yaxşı.
İndi buradan biz yaza bilərikmi ki, alfanın qarşısındakı 6'nın, mesela bak bu üçbucaqdan başlayıram. Birincisin. Bu üçbucağa göre, bak bu üçbucağı görürsünüz. Burada şəkil çəkəcəkdik. Bak bu üçbucaqdan başlasam, bu üçbucaqdan başlasam, alfanın qarşısındakı 6'nın, fi'nin qarşısındakı 3'e nisbəti, digərində alfanın qarşısındakı 10'un fi'nin qarşısındakı x'ə nisbətinə 6x bərabər 30'a x bərabər 5 cavab olur 5. Maraqlı sual. Keçdik 10-cu suala. ABCD düzbucaqlısında BD və AC diaqonallar BOA 50 dərəcə olarsa BAO'nu soruşur buranı. Bak bura alfadırsa burada alfadır. Çünkü diaqonallar yarı bölünür və bərabər yanlış bucağa belə gəlir orada. 180'den 50 çıxanda 130 derece, 130'un da yarısı 65 derece olur. Belə. 11'də ABCD kvadratının sahəsi 144 santimetr kvadratdır. AECF bərabərdir. AECF bərabərdir. Şəkil heç oxşamır, amma neysə. Kvadratın sahəsi 144 ise onda tərəf nədir? 12. Bizdən AE'ni soruşmur. AE'ni soruşur. Deməli, belə bir şey tutam ki, çəksəm. Düz şəkil biraz narahat şəkildir. Bu şəkili biraz özümüz düzəltsək, tutalım ki, oxşarın çəksək. Belə eləyək də biz bunu. Belə çəkək, daha biraz heç olmasa oxşasın. Gözü yanıltmasın da bu. Belə. Aha. İndi adlarını qoysaq A, E, B, C, F və D. Bura 15. Kvadratın sahəsi 144 ise tərəf 12'dir. Onda mən bu hissəni, bax buranı, bu hissə AECF bərabərdir. Bizdən AE'ni soruşur. Bunu birləşdirsəm, burada 12'dir. Bura x'dırsa, bax burada x'dir. Çünki bura x idi. 225'ten çıxsam 144'ü 81, 81'den köyüne çıkar. 9. Sonra onda oldu ki 2x üstə gəl 9 bərabər 12'ye 2x bərabər de 12'den 9 çıxanda 3x də bərabər 1,5. Cevap olur 1,5. Sonra bu riyaziyyat sualları sona düşüb. Avtobus 2,8'de 3 saate 190 km məsafə qət edir. Həmin sürətli avtobus bu saate nə qədər məsafə qət edir? Tənasübdən də eləmək olar. V bərabərdir S bölünsün T sürət düsturundan da eləmək olar. Fərq eləmir. Tənasübdən gedək heç fizikaya getməyək. 2,8'de 3 saate 190 km gedirsə 5,8'de 1 saate x kilometr. Burada birazdan qarışdırmayacağımız məqam deyək ki, düz veya ters mütənasib oldu. Mesela bir maşın tutalım ki 2 saata mesela 100 km gedirsə 4 saate eyni sürətlə getsə 200 km gedərdi. Yəni saat artdıkça, zaman keçdikcə getdiyim, qət elədiyim məsafə də çoxalmalıdır. Buna görə düz mütənasib. Düzü də biz bilirik ki, çarpaz vururduq tənasibdə. Deməli 2,8'de 3 vurulsun x bərabərdir. 5,8'de 1 vurulsun 190'a.
Bu eləyir 8-də 2, 8, 16, 19. X bərabərdir 8-də 5, 8, 40, 41 vur 190. 8'de geçse 19'dan 190 geçse 10, x beraber 410 kilometre. Belə. Bərabərçiliyə neçə natural ədəd var? Ümumiyyətcə, məsələn, bax, 42 verməz, 142 verə durub bir-bir saymayacaqsınız ki. Ben necə həll eləyəm, müəllim deyə bilərsiniz. Məsələn, bax, 2, 5 aralığında neçə dənə ədəd var? Tam ədəd. Neçə natural ədəd var? Mesela 3, 4, 5 neçə dənə oldu? 3 dənə. Nə tər tapdıq? 5-dən 2-yə çıxdıq. Bəli, burada da 42-dən 32-yə çıxdı san. 10 dənə. Bitdi, getdi. Sonra C-nin hansı qiymətində düz xəttin qrafiki 6 -3 nöqtəsindən keçir. Gətirib yerinə qoydusan. Gətirib yerinə qoydusan. X-in yerinə 6, Y-in yerinə -3. Deməli 5 vurulsun 6. Çıxılsın 4 vurulsun -3. Üstə gəlsin C bərabər 0. 30 üstə gəlsin 12 üstə gəlsin C bərabər 0. C bərabər -42. Olarsa bu ifadəni tapın. Sadə bir sualdır. Açıq B. A üstə gəlir. Bilək sadə sualdır ki, dəfələrlə bu testləri görmüş insan üçün, yəni ümumi bu testlər yox, bu testlərə uyğun test həllərin, suallar görmüş insan üçün yəni rahat suallardır. Ona görə siz riyaziyyatın gör ki, çoxlu tətbiq. Yəni hər hansı sualı əzbərləməklə getmirsiniz ki, onsuz da imtahana. Yəni sualı qaydasını bilirsiniz, xassəni bilirsiniz və onunla bağlı imtahana gedirsiniz. Ona görə riyaziyyatın ki, xassədən əlavə də tətbiq eləməyi bacarmaq lazım. Tətbiq eləmək üçün çoxlu testlər işləmək lazımdır. Olarsa M çıxılsın, N-i soruşur. Bax, bu cür misallarda demək olar ki, hələ ki gəldiyimiz suallardan mürəkkəb tipli nisbətən sual budur. Bax, bu suallarda bu gördüyün ifadələri birinci biri-birinə vur. Niyə vur? Çünki bu ifadələri biri-birinə vuranda gəlib buradakı ifadə əmələ gəlirsə, deməli M və N-də olan ifadələr məxrəclərdən nə ilə ixtisar getməyib. Yox, bu iki ifadəni, bax, bu iki ifadəni vurub sən buradakı ifadəni almırsansa, deməli M və N-də olan hər hansı vuruqlar məxrəclərdən ixtisar edib. O artıq biraz nisbətən mürəkkəbləşir. Ona görə diqqətli olmaq lazımdır. Birinci, düşünmürəm ki, o dərəcədə çətin bir sual düşər. Birinci bunu vurursaq bir-birinə. 2x kvadrat, üstə gəlsin 2x, çıxılsın x, çıxılsın 1. Çox az rast gəlinən sual tipidir, amma çox superdə, yəni sualda da. Çıx 1, məxrəc alındı mı, bax, görsünüz, bu vuruqdan, bu vuruq eyni ifadə alındı. Hə, deməli sıxıntı yoxdur. Sıxıntı yoxdursa, sualın izahına keçmək olar. Gəl indi bu sualı necə həll edək? Bunların ortaq məxrəci, bax, bunların hər birinin biri-birinə vuranda bu ifadə alınır. Vurduq, baxdıq ki, alındı. İndi mən bax, bu ifadəni buna bölsəm, x plus 1 qalar. Bu ifadəni buna bölsəm, çünki bu nə deməkdir? 2x çıx 1, x plus 1'dir də, düzdür? Çıx 1. Məsələn, bu ifadəni gətirib buna bölsəm, x plus 1'ə vurmalıyam. Bu ifadəni gətirib buna bölsəm, yəni x plus 1'ə bölsəm, 2x minus 1 almalıyam. 2x minus 1. İndi M-i vurmalıyam x plus 1'ə. Üstünə gəlməliyim. N-i vurmalıyam 2x minus 1'ə bərabər eləməliyəm. Mənfi 2x plus 4'ə. İndi bu da mənfi 2x plus 4 niyə oldu? Çünki normalda məxrəcdə sürətdə olan bu ifadə ilə bu ifadə bir-birinə bərabər olmadı. Məxrəclər bərabərdir. Deməli, bunu vurub açsaq, məsələn, M-x üstə gəl M, üstə gəl 2n-x çıxılsın n bərabərdir mənfi 2x üstə gəl 4.
Bax bu başqa rənglərdən göstərirəm. Bu ifadədən, bu ifadədən x-ları bir ortama gətirirəm. Sonra bundan da bundan bir ifadə yığıram. Onda m üstə gəlinsin 2-in bərabərdir -2-yə. Çünki bax bu da bununla bu eynidir. Görürsən x əmsalı var. Burada isə sərbəst sədd var, sərbəst səddlər var. Ona görə burada problem yoxdur. Sonra m üst çıxılsın, m çıxılsın. N bərabərdir 4-ə. Bu ikisindən m çıxılsın n tapmalıyam da mən. Sistem tənliyi həll eləsəm. Deməli alt-alta çıxsam, bax yuxarıdakini aşağıdakini çıxıram. 2 ilə n-i çıxsam mənfi olduğu üçün 3n. -2 ilə 4 çıxsam -6. M bərabərdir -3. N-i tapdıq -3. Gətirib yerinə qoysam m üstə gəlsin 3 bərabərdir 4. M bərabərdir 1. M-də tapdıq 1. Onda olur 1 üstə gəlsin 3. Cavab eləyər 4. Belə. Aşağıdakı funksiyalardan hansı xətti funksiyadır? Hansı xətti funksiyadır? Bu xətti funksiyadır. Bu xətti funksiyadır. 3 bölünsün x xətti funksiya deyil. Tərs funksiyadır. Qrafik tutan ki bu formalı bir qrafikdir. Xətti funksiyanın qrafik uşaqlar belə bu formalı qrafiklər olur. Onda belə deyək. 2 xətti funksiya oldu. Kvadrat funksiyadır. Bax bu kvadrat funksiyadır. Bu xətti funksiyadır. Bu da xətti funksiyadır. Yəni məxrəc olmağına baxma. Bu 6x bölü 2 üstə gəlsin 5 bölü 2-dir. Xətti funksiyadır. Bu isə kvadrat funksiyadır. Cavab oldu deməli 1, 2, 6. Belə. Sonra tənliyinin sonsuz sayda həlli olarsa A və B parametrlərin cəmidir. Sonsuz sayda həlli olması üçün nə olmalı idi? Bu ifadədə 0 olmalı idi. Bu ifadədə 0 olmalı idi. Gəlin 0 vəziyyətlərinə baxaq. A kvadrat çıxılsın 8A üstə gəlsin 15 bölünsün B çıxılsın 7 bərabərdir 0. Yəni ki məxrəc 0 ola bilməz. B bərabər 7 əlbəttə 0 olmayacaq. Biz A kvadrat çıx 8A üstə gəlsin 15-in 0 vəziyyətinə baxırıq. Deməli tənliyin kökləri 3 və 5. A1 3, A2 5. Məsələn V teoremindən də hasili 15, cəmi 8. Sonra digərindən B kvadrat çıx 9B üstə gəlsin 14 bölünsün A çıxılsın 3 bərabərdir 0. Yenə A bərabər deyil 3-ə. Buradan da həmçinin uşaqlar B bərabər deyil 7-yə məxrəc 0 ola bilməz. Axı burada da yenə A çıxılsın 3 məxrəci verir deyə 0 ola bilməz. Onda B kvadrat çıx 9B üstə gəlsin 14 bərabər 0-dan tənliyin köklərini tapıram ki B1 2-dir, B2 7. 7-ni ala bilmir. Buradan da A1 3 ala bilmir. Ona görə cəmini soruşur. Deməli A-nın 5 qiymətində, B-nin də 2 qiymətində. Cəmi isə olur 5 üstü 2, 7. Aha, birləşməsini istəyir. Birləşmə nə demək uşaqlar? Birləşmə ortaqları bir dəfə yazırdıq da biz, düzdür? Məsələn, bu M elementi, bu N-dirsə, ortaqlar. Ortaqlar hansılardır? Baxaq görək. 2 ortaqdır. 3 ortaqdır. 4 ortaqdır. 5 ortaqdır. 6 ortaqdır. İşte. Oldu belə. 2, 3, 4, 5, 6. Bunlar ortaq. Bura 1 gəlir. Burada 7. Neçə element sayın soruşur bizdən? Neçədən oldu? 1, deməli. 1, 2, 3, 4, 5, 6, 7 dənə. Əssalam. Cavab oldu 7. Belə. Keçək növbəti suala. 20-ci sualda nə deyir bizə?
20-ci sualda hər ikisinin qüvvəti 4 olduğu üçün mən bunları hasili şəklini bir kökün altına yaza bilərəm. Bir kökün altında yazıram. Yəni bunları yoxlamağa ehtiyac yoxdur. Cüt dərəcədən kökün altında müsbətdir. Məsələn bu ifadə müsbətdir, bu ifadə müsbətdir. Onsuz da müsbət olmasa misal mənası yoxdur ki. 4-cü dərəcədən kökün altında 6 çıx 2 kök altında 5, 6 üstəgə 2 kök altında 5 bərabərdir 4-cü dərəcədən. Bu elə bir ki A çıx B, A üstəgəl B olur. Bu da eləyir A kvadrat çıx B kvadrat. 6'ın kvadratı 36 çıx 2 kök altının 5'in kvadratı nə eləyir? 4 kere 5 20. 4-cü dərəcədə 16. Bundan da kök çıxır 2. Cavab olur 2. A ilə B ədədin fərqini 27 və M ədədinin cəminin hansı nəyə bərabər? A ilə B ədədlərinin fərqinin 27 və M ədədinin cəminə hasil nəyə bərabər? Yəni ki, açıq tipli sualdır. Yəni A ilə B ədədinin fərqinin 27 və M ədədinin cəminə hasili. Bunu istəyir. İfadəni açmaq lazımdır bu formada. Məsələn 27-ni 5-ci sinif tipli olan bir sualdır. 27A üstəgəlsin AM dəyişənli ifadələrdə 27B çıxılsın BM belə. Çox hədsin qruplarına ayırın. Burada nə görürük biz? X plus Y ortaqdır. Onda mən elə X plus Y çıxardıram, mörtəzi xaricine qalar, C çıxılsın D. 23 tənliyini həll edin. Yenə də çarpaz vuraram. 8 vurulsun 3x minus 1. 4 vurulsun 10x çıx 26. 8'dən 4'ü ixtisar apararam. Burada qalır 2. 2. Deməli, heç nə vurağa çat düzdür. Buradan 2'nin də mörtəsi xaricine çıxartmaq olur. Bir də silmək istəmirəm təzədən. 2 3 vursaq 6, 6 x vursaq 6x çıxılsın 6. Bərabərdir 12x çıxılsın 26. Keçirsən bu tərəfə. 6x çıx 12x bərabərdir mənfi 26 üstəgəl 6. 6x-dan 10x çıxanda mənfi 4x bərabərdir mənfi 20'yə, x də bərabərdir 5'ə. Cevap olur 5. N'in içə tam qiymətinin ifadəsi tamdır. Aha, maraqlı sualdır bura. Burada qətiyyən məsələn düşünməyin ki, bax bu sual tiplərində düşünməyin ki, durum N'ə ədəd verir. Misal belə uşaqlar, misal köklü. Görüntü yaxşı görünməyə bilər. N üstə gəlinsin 5 vurulsun N üstə gəlsin 8 bölünsün N. Bax bu misallarda qətiyyən düşünməyin ki, tutalım ki, mən N'i tapım, N'ləri bir-bir tapım. Yox, elə bir şey yoxdur. Sən bunları ayrı-ayrı kəsir şəklində yaz. N üstə gəlsin 5, N bölünsün, N üstə gəlsin 8 bölünsün N. N'lər gedər, N üstə gəlsin 5 üstə gəl 8 bölünsün N qalır. N'in neçə tam qiymətində. Bu suallar fərqli olur. N'in neçə natural qiymətində natural olar, N'in neçə tam qiymətində tam olar. N'in neçə natural qiymətində tam olar. Şərtlər belə olur. Sualların tipləri dəyişə bilər buna uyğun. Burada artıq nisbətən rahatdır. N'in neçə tam qiymətində ifadəsi tamdır deyir. N'in tam qiymətləri. Məsələn, N burada hansı tam qiymətləri ala bilər? Mənfi 1, yəni 8 mənfi 1'ə tam bölünür. Mənfi 2, mənfi 4, sonra mənfi 8, sonra 1, 2, 4, 8. Mən 16, 8 16'yı bölünmür ki, 2'də 1 qalır. İfadənin cavabı tam olmur da. İfadənin cavabını tam istəyir axı bizdə. Yəni sən 8 16'yı bölsən 2'də 1 olacaq. 2'də 1 də o birisi cəmlərdən toplasan tam ifadə olmayacaq. Ona görə sən elə bir ədədlər qoymasan ki, N'in yerinə. Həm bura tam olsun, həm də bu ifadə də tam olsun. Aydın oldu. Yəni N'in yerinə durub hə 2'də 1 qoyum. Sən burada 2'də 1 qoy. Bura tam olacaq, amma burada olmayacaq. Məsələn N'in yerinə 2'də 1 qoysan. Aydın oldu. Ona görə
Elə ədədlər qoymalısan ki, həm bax bura tam olmalıdır, həm də bax bu ifadə tam olmalı. Diqqətli olmaq lazım bu suallarda. Olur bunun cavabı 8 dənə. Bura yazmışım. Belə. 25 və sonuncu sual. Tərəfləri 1-2 nisbətində perimetri 10 cm olan bərabər yanlı üçbucağın təpə nöqtəsindən oturacağa paralel düz xətt çəkilmişdir. Bir dənə üçbucaq çəkək. Aha. Nə deyir? Tərəfləri 1-2 nisbətində perimetri 10 olan bərabər yanlı üçbucağın tərəfləri 1-2 nisbətindədirsə, məsələn, biz durub tutalım ki, sən bura K, bura 2K yaza bilərsən, yaza bilməzsən. Çünki üçbucaq bərabərsizliyin ödəmir. Məsələn, K-nın üstə K gələndə 2K eləyir. 2K-da bu 2K-ya bərabər ola bilməz axı üçbucaq bərabərsizliyində. Hə, ona görə yan tərəflər 2K nisbətindədir. Oturacaq K nisbətindədir. Burada məsələn, K-nın ala biləcəyi qiymətdə üçüncü tərəfin, üçbucaqda necə edir? C tərəfini tutalım ki, bax, yadından çıxanlar üçün deyim. Məsələn, A, B, C üçbucağında üçüncü tərəf, məsələn, C nəyi ala bilər? A çıx B fərqi kiçikdir, A üstə gəl B-dən. Yəni, A çıx B-dən böyük, A üstə gəl B-dən kiçik. İndi sən burada 2K'dan 2K çıxanda 0 kiçikdir K, kiçikdir 4K. Şərt düz ödəyir. Amma digər əvvəl yazdığım ödəmirdi. Ona görə 2K, 4K, 5K əsas, yəni hissəsi buradır bunun. K-nı tapdıq 2. K 2-dirsə, onda tərəflər olur bura 4, bura 4, bura 2. Bizə nə deyir? Keçək o üstlərə. Bərabərli üçbucağın təpə nöqtəsindən oturacağına paralel düz xətt çəkilmişdir. Bərabərli üçbucağın təpə nöqtəsindən oturacağına paralel düz xətt çəkilmişdir. Bax, sənə bunu deyir. Təpə nöqtəsindən oturacağa paralel düz xətt çəkilir. Bəli. Yan çəkilmiş. Yan oturacağa bitişik bucaqdan bu düz xəttə qədər olan məsafəni yan oturacağa bitişik bucaqdan, bax buradan, bitişik bucaqdan bu düz xəttə qədər olan məsafəni. Elə bil ki, səndən, bax, hündürlüyü istəyir də, hündürlüyü istəyir səndən. Yan tərəfə, bax, yan oturacağa bitişik bucaqdan bu düz xəttə çəkilmiş qədər məsafəni. Hündürlüyü istəyir bizdən. Yəni, üçbucağın elə hündürlüyünü tapmaq bizə kifayət edəcək. Onda, bura 2-dirsə, buranı biraz təmizləyək. 2K-lar artıq 4, 2, 4, 2K ihtiyaç yoxdur bunlara. Bura 4-dür. Bura 2-dirsə, bura 1-dir. Pifagora görə, bura x-dırsa, x kvadrat üstə gəlsin 1 bərabərdir 16'ya. Bura niyə 1 oldu bildiyinizdə? Bərabər yanlı üçbucaqda hündürlük həm də median, həm də tənbəlanda ona görə. X kvadrat bərabərdir 15, x bərabər kök altında 15. Çox gözəl bir sual idi bu da. Belə. Belə uşaqlar. Bitdi sınağın izahı. Hər gündəlik sual paylaşacağım və əlavə olaraq da bilirsiniz ki, qeyd eləmişdim də birinci günü və 6-cı günü canlı bu formada sınaq deyil ha bunlar. Canlı bu formada testin izahını verəcəm saat 21:00-dan etibarən. Birinci və 6-cı gün həftədə 2 dəfə canlı izah olacaq və hər gündə bu formada bir sınağın sınaq deyəndəki imtahan suallarını izahını atacağım. Növbəti dəfə sabahki testi bizdə olacaq. Buraxılış imtahanı 23-24-2022. Bu qaydada gedəcəyik. Belə uşaqlar, sağ olun. Uğurlar sizə.